qıpqırmızı rəngi ilə alıcıları cəlb edir. Kələmin rəngini qırmızı edir. Bir dənə baxım ona. Qıpqırmızı bir kraska vurmuşsan əlvi. Rənglərdə yəni qatırlar, elənci bir ekviyyətdə alırlar. İrandan xüsusi maddə gətirilir və qırmızı kələm turşusuna bu maddələr əlavə edilir. Nəticədə kələm turşusu qısa müddətdə gəlir, rəngi qıpqırmızı olur. Alıcılar da bu rəngə aldanır və kələmi alırlar. Amma bilmirlər ki, həmin maddə insan orqanizmi üçün çox təhlükəlidir. Baxın. Doğranır, içinə bu vəziyyətdə düşür. Malakandır da burada. Burada da olur. Amma dədə pişavoy kraska başqa. Bir də var paltar krasit eləməkdən ötürüdür. Onlar yəqin ki, paltar krasit eləməkdən ötürüdür. Kələm turşusuna İrandan gətirilən rəngləyici maddə vurulur. Çox vururlar, hamısının əlləri qıpqırmızı. Qıpqırmızı da belə qırmızı olmur ha. İçinə rəng qatırlar, İrandan gətirilən rənglər. Allah and olsun yox. O deyil, onlar satanlardan sonra. Mən elə şey Necə siz burada durmusunuz da, satırsınız da burada. rəng qatılmır, ancaq çuğundur qatılır. Bunun içində indi var çuğundur. Bəli. İçərisində çuğundur tapmadıq. İndi mən nə bilim bu elə kələm deyil. Mən söyə bilməzdim, neynəməliyəm, mən özüm bilərsən. Mən Yəni çuğundur çıxmadı da dediniz var. Allah'a and içirəm, Allahdan böyük varlıq yoxdur. Heç yatanda mənim elə şey yuxumdan da keçmir. Mən elə şey bilmirəm. Özdə mən turşu az qoyuram. 6 saatdan çox vaxt keçir, hələ də əlimdə o qırmızı qalır. Bax çuğundurları, hamısı çuğundurdur. Özün baxdın düzdürmü? Gördün də çuğundurları. Əgər bundan yoxdursa, deməli onda rəng var. Əgər rəng vurulsa və kələm öz başına boş olur. Bu görsən bəkdir. Yəni deməli bu təbiidir. Qapaq qoymamısınız qablara. Vallahi xanım, nə bilim boşuna dönüm. Bir belə satmışıq da. Neçəyə satırsınız? 3 manata. Baxırdı kimə necə. Neçə günə gəlir belə turşu? Bu 1 ay, 2 ay boçkada olur. Alarkən nəyə fikir verirsiniz? Şəffaflığına çox rəhli olanda almıram. Həmən rəng daha çox tündlüdür. Amma normal kələmin suyu açıq və şəffaf olmalıdır. Qırmızı rəng verici olaraq istifadə olunur. Artıq miqdarda qəbul etdikdə daxili orqanların funksiyasının pozulması ilə yanaşı dəridə səpkilərin yaranması, müxtəlif xəstəliklərin yaranmasına səbəb olması və daha çox kanserogen maddə olmaqla bilinir. Son günlərdə bunun kələm turşusunda istifadə olunması olduqca təhlükəlidir. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı məsələ nəzarətə götürülüb və qanunvericiliyə uyğun olaraq araşdırılır. İstehlakçılardan qida məhsulları alarkən diqqətli olmaları xahiş olunur.